Bu həftə Dinlə Məni verilişinin qonağı mən Qaravedi Basarlı. Etiraflarım Dinlə Məni də. Qara müəllim, dediniz gülünc içində baxırım elə insanlara. Mənə çox maraqlıdır. Show biznesdə Qara müəllim kimlərə gülünc içində baxır? Məsələn, Elca xanım götürək belə saç düzümü heç mənim ürəyimcə deyil. Xoşa gələn bir xüsusiyyət deyil o saç düzümləri. Hərdən bir formada belə çərçivədən çıxmaq belə necə deyim, çərçivədə daxilindən kənara çıxmaq gözəl bəstəkarımızdır. Gözəl bəstələr bəstələyib. Bəli, əlbəttə ki. Bir belə geyim tərzindən götürəndə saç düzümü, belə müəyyən geyimlər də geyinir. Yəni ona yaraşmayan bir geyimdir. Özü çox gözəl xanımdır. Amma bəlkə də onun zövqü elədir. Mən öz zövqümə görə bunu mən belə qəbul edirəm. Mən əminəm ki, bu yayıma da baxıram, bugün burada adlar çəkilən insanların hər biri baxacaqlar. Yəni sizə qarşı tərəfdən cavab gəlsə, qəbul edirsinizmi? Təbii ki.